dəfə yanımda başladı qürrələnməyə. Bircə əlim işə çatsın, gör neyniyəcəm. Mən qeyri-xiyarı neyniyəcəksən deyə soruşdum. Neyniyəcəm? Bəri başdan onu qəbula, oxumağa tərlədiyim haqq hesabı dəcləyib qoyacam bir tərəfə. Sonra başlayacam özümə güzəran düzəltməyə. Gələcək üçün bala-bala ehtiyat yığmağa. O bunları elə bir sakit tərzdə deyirdi ki, sanki hər şey 1000 dəfə ölçüb biçəndən, götür-qoy eləyəndən sonra son qərarını verirdi. Onun gözlərindəki parıltı nəsə məni qorxutdu. Bir anın içində gözümdə dəyişib tamam başqa bir adam oldu. Doğrudanmı o belə düşünür? Doğrudanmı o gələcəyini belə təsəvvür edir? Öz-özümə etiraz etdim. Yox, ola bilməz. Axı bu yaşda adam belə fikirləşə bilməz. Onun mühakimələri həyatın bütün sərtlikləri ilə üz-üzə gəlmiş, əzab çəkmiş bir adamın incik fikirlərinə bənzəyirdi. Birdən-birə söhbəti davam etdirməyə, onun iç üzünü öyrənməyə özümdə dəlisov bir həvəs duydum. Fərman dedim, bəyəm qəbul oxumaq pullandır? Bəs elə bilirsən havayıdır? Nəsə mən bilmirdim. Sən hardan biləsən axı? Fil qulağında yatmısan. Fərman əlini əlinin içinə alaraq şövqlə barmaqlarını xırtıldatdı. Görünən dağın dibi yaxındır. Nə qalıb 5-6 aydan sonra bu yolu sən də keçəcəksən. Onda deyəcəm, salam əleyküm. Bacararam, imtahan verərəm. Bacarmaram da gedib bir yerdə işləyərəm. İş təkcə bacarmaqda deyil, bir təkan da lazımdır. Bəyəm təkansız olmaz? Bəlkə də olar, ancaq müşkül məsələdir. Mən sübut dəlilə keçdim. Bizim qonşuluqda dul bir arvad var. Kasıbın, lütün biridir. Özünün də aman zaman bir oğlu var. Ötən il gəldi, imtahanlarını oğul balası kimi verdi. Özünü də göndərdilər Moskvaya oxumağa. İndi 5-lə gedir. Bu təsadüfi bir şeydir, deyə Fərman üz gözünü turşutdu. Bir güllə bahar olmaz. Ola bilsin o yetim balanın Allah hər şey əlindən alıb, əvəzində bir kəllə verib. Get bala deyib, bu kəllə, bu da sən, özünə bir gün ağla. Amma sən dediyindən belə çıxır ki, orada haqq hesab, yaxud güclü bir təkan olmasa, nə qəbul mümkün olan şeydir, nə də oxuyub diplom almaq. Fərmanın baxışları qarşı divarda gəzdi. Başına gələn başmaqçı olar. Qəbulda da, oxuduğum bu illər ərzində də mən əməli başlı tərlədiblər. İndi günləri sayıram ki, nə vaxt canım qutaracaq onların əlindən. Eybi yoxdur, əvəzində səndə, deyəsən Fərman mənim sözümü ciddi qəbul elədi. Öyüncək tərzdə, uşaqsan dedi, bə nə bilmişdin, borclunun sağlığını istər. Çəkdiyim xərci 1-ə 5 çıxartmasam, onda adımı dəyişərəm. Qoy bir əlim işə çatsın. Birdən nədənsə Fərmanın 10 il sonrasını gözümün qabağına gətirmək istədim. Fikirləşdim. Görəsən o vaxt Fərmanın həyatı necə olacaq? O ömür gün barədə, həyat barədə nə fikirləşəcək? İstəyi nə olacaq? Fikrim bir yerə gedib çıxmadı. Bu işin sonrası məni qorxutdu. Bizim kənddə Qələndər adında bir qonşumuz vardı. Deyilənə görə müharibədən əvvəl müəllim işləyirmiş. Cəbhədən qayıdandan sonra peşəsini dəyişib meşəbəyi olmuşdu. Onun adı çəkiləndə qonum qonşu deyirdi. Meşələri satdı, yedi. Qələndər kişi o qədər kökəlmişdi ki, yeriyə bilmirdi. Onu 2-3 nəfər güclə ata mindirirdi. Axırda ata minə bilmədi. Meşəbəyliyini atdı. Bir də dedilər ki, Qələndər Selpanın müdürüdür. Burada 1 il işlədi, 2 il işlədi, yadımda qalmayıb. Bir də kəndə səs düşdü ki, Qələndər kişini damlayıblar. O gedən getdi. El ağzı fal olar. Əbəs yerə demirlər ki, hayla gələn vayla gedər. Qələndər kişi də belə oldu. Fərman bizim evə, ailəyə isnişdikcə mən ondan soyuyur, uzaqlaşırdım. İstəmirdim ki, bizə gəlsin. Ancaq bu sözü dilimə gətirə bilərdimmi? Bir də ki, səbəbini soruşsalar, gözümü döyə-döyə qalardım. Ona ehtiram göstərməkdən, gələndə xoş gəldin eləyib qabağına bir stəkan çay qoymaqdan başqa əlacım yox idi. Öz-özümə təskinlik verirdim. Döz, göyərçin, biraz da döz. Çətin günün ömrü az olar. 5-6 aydan sonra o diplomunu alıb gedəcək Gəncəyə. Bundan sonra qulağın bir yolluq dincələcək. Fərman öz fəlsəfəsi ilə səni bezdirməyəcək. Mənim Kamal attestatı almağımla onun diplom almağının arası heç bir həftə çəkmədi. Xala oğlu, xala qızı kimi bir-birimizi təbrik edib, bir-birimizə xoş sözlər dedik. Fərman söhbəti dolandırıb mənim ali təhsil məsələmin üstünə gətirdi. Yenə dedi, əvvəlki fikrindəsən, yoxsa ürəyin bir dəfəlik həkimliyi tutub. Çox çətin olacaq ha. Bilirəm.
Adamın nəsə biraz inanmağı gəlmir. Gəlsə də, gəlməsə də. Mən qəti fikrimi bildirdim. Fərman xırp səsini kəsdi. Ancaq sözünə adam oxşuyurdu. Hiss edirdim ki, ürəyində nəsə tutub. Sadəcə olaraq deməyə çəkinir. Soyuq bir gün idi. Anam iri bir buludda xəngəl çəkib gətirdi. Fərman buludu bir nəfəsə boşaldıb, əlinin dalı ilə ağzını silə-silə, "Çox sağ ol Gülsüm xala" dedi. "Çoxdan belə xəngəl yeməmişdim. Varam bizim bu qədim xörəklərimizə. Yeyəndən sonra dadı neçə ay damağımdan getmir." Anam əvəzində "Nuşican, nuşican" deyə dilağız elədi. "Nə vaxt könlünə düşdü, utanma gəl. Öz evindir. Yad deyil ya, bacımın balası mənim balam deyilmi? Burada bizim səndən savayı kimsəmiz yoxdur. Heç olmasa sən bizim gözümüzü yolda qoyma." Anamın qılığı, mehribanlığı Fərmanın ürəyinə sarı yağ kimi yayılırdı. İndi onun bizə təzə-təzə gəldiyi vaxtlardakı utancaqlığından əsər əlamət yox idi. Doğrudan da Fərman bizim evi öz evi bilirdi. Son vaxtlar onun pal-paltarını da anam yuyurdu. Ütüləmək isə mənim boynuma idi. "Öyrən balam, öyrən. Heç vədə əlin yerdə qalmaz." Axşam səhər anam eysən bu cür sözlər deyirdi. "Qız uşağının gərək əli işdə olsun. Sabah biri gün birinin qapısını açıb girəndə qoy deməsinlər ki, iş bilmir. Öz ev eşiyin, oğlun uşağın olanda qonşuya ağız açmayacaqsan ki, nə bilim bu düyməni tik, bu cırıq söküyü yama, bu paltarı ütülə." İlk vaxtlar əlimə ütü alanda elə bir biyara gedirdim. Bir dəfə Fərmanın şaxlı köynəyinin qolunu bərk yandırmışdım. Qorxumdan anama demədim. Desəydim, aşımın suyunu verəcəkdi. Yaxşı ki, Fərman da səsini çıxarmadı. Ancaq bir daha həmin köynəyi onun əynində görmədim. Nəysə, qonşu arvadlardan kimsə anamı çağırdı. Onun qayıtmağı xeyli çəkdi. Görünür yenə güləsər arvad onu çənəsinin altına salmışdı. Fərman elə bil anamın getməyini gözləyirmiş. "Göyərçin, mən bayaqdan fikirləşirəm" dedi. "Nə fikirləşirsən? Sənin institut məsələni. Min fikir bir borcu ödəməz deyiblər." Onu yumşaq da olsa sancdım. "Qismətdən artıq yemək olmaz. Taleyimdə nə var, onu da görəcəm. Halva deməklə ağız şirin olmaz. Gərək arzunun, qismətinin zəmini olsun. Yoxsa arzu, qismət öz-özlüyündə sabun köpüyü kimi bir şeydir. Boş xülyadır." "Neyniyək?" dedim. "Gücümüz hələ arzuya çatır. Ataların yaxşı bir sözü var. Niyyətin hara, mənzilin də ora. Bəxtimi sınamaq istəyirəm. Qəbul olaram, olaram. Olmaram, bunu da gələcək göstərər. Tibb institutunun yolu çətindir." Fərman bu sözləri elə qəti dedi ki, eşidən deyərdi ki, o bu yolu keçib. Neçə dəfə imtahan verib, ya kəsilib, ya da müsabiqədən keçməyib. "Bəs sonra qəbul olunanlar necə olurlar?" Mən qətiyyətlə soruşdum. "Elə məsələ də burdadır." Fərmanın qırışığı açıldı. Bəlkə də öz-özünə fikirləşirdi. Quşu dimdiyindən vurmuşam. "Bəyəm ora qəbul olunanlar bizdən artıq adamlardır?" soruşdum. Fərman dedi. "Yox, niyə ki? Onlar da bizim kimi adamlardır. Ancaq fərqi bircə bundadır. Ya onların möhkəm arxaları var, ya da cibləri qalındır. Sənin deməyinlə tibb institutuna yalnız belə adamlar qəbul olunurlar? Nə deyim? Bəlkə də öz gözünlə görüb, orada oxuyan uşaqların dilindən eşitməsən, inanmazsan." "İnanmıram, inanmayacam da." "Göyərçin, inanmasan inanma." Fərman dərindən köks ötürdü. "Mən olanı deyirəm. Ahın dağlara, daşlara, mən zarafata keçdim. Belə şeylərin fikrini eləmə dedim." Fərmanın qırışığı açıldı. "İstəyirəm sənin işlərin yaxşı olsun Göyərçin." "Sağ ol Fərman, başa düşürəm." "Sağ olu indi yox, sonra deyərsən." "Yəni nə vaxt?" "Qəbuldan sonra." "İndi də deyirəm, sonra da deyərəm." "Hər halda sonraya qalsa yaxşıdır." "Qalsın, qalsın, mənim etirazım yoxdur." Fərman mənə qoşulub güldü. Onun sifətində nəsə xeyirxah bir işi başa çatdırmış adamlar sayağı məmnunluq, razılıq ifadəsi vardı. Onun sirri də az sonra mənə agah oldu. "Bizim institutda" dedi. "Dekanlardan biri yaxın adamdır. Lap düzü öz." Onun dilindən bu sözləri eşidəndə gözüm kəlləmə çıxdı. "Adam da öz müəllimi haqqında belə deyər?" Mən təəccüb və təəssüfümü bildirdim. Yırtıcının biridir. Birdən məmnun halda irişdi. "Bizim uşaqların dilincə desəm, gəmiricilər sülaləsinə mənsubdur." "Uşaqlar deyir. Bəs sənə nə olub?" "Yenə az-çox xətrini istəyən, karına gələn mənəm. O qədər hərif müştəri tapmışam onun üçün." Fərman getdikcə mənim gözümdə başqalaşırdı.
O indi ilk günlər utana-utana bizə gələn, otur deyincə yer göstərməyincə oturmayan Fərman deyildi. Nənəm demişkən buynuzları içindəymiş. Dişim-dişimi kəsirdi. Ona deməyə, nəsə tutarlı bir söz axtarırdım. O məni qabaqladı. Göyərçin dedi. Onun ağzına bu başdan 5-dən 3-dən ataq. Sonra niyə ürəyimizi yeyək? Sustum. Demək razılaşdıq. Fərman inamla dedi. Nəyə? Necə nəyə? Fərman qaşlarını düyünlədi. Səhərdən səninlə bir Quranlıq söz danışıram. Hələ yenə soruşursan. Bizim instituta qəbul məsələsi asandır. Yəqin Məcid əmim az çox ehtiyat görmüş olar. Çatmazsa bizimkilər də kömək eləyər. Siz, biz, nə fərqi? Bir evin adamıyıq. Fərman, içimdə qaynayan qəzəbi güclə boğa bildim. Xahiş edirəm, mənim təhsil məsələmə heç kim qarışmasın. Qəbul olaram, olmaram, bunu özüm bilərəm. Xalan evidir, gəl, get, ancaq nə mənimlə, nə mənim təhsilimlə, gələcəyimlə işin olmasın. Fərman pul kimi qızardı. Necə bilirsən, mən istəyirəm sənə yaxşılıq edim, yoldaşlarından ayrı düşməyəsən. Moda qalsa bizim instituta axın ali məktəblərin hamısından çoxdur. Camaat yaxşını pisdən seçil, bilir ki, dolanacaq hardadır. Əsəblərim yay kimi tarımda idi. Əlacım olsaydı, onun üz-gözünü cırmaq-cırmaq eləyərdim. Hirsimi güclə boğub saxlayırdım. Düşünürdüm ki, qohumluqdan başqa o həm də qonaqdır. Ağır bir söz desəm, qanacaqsızlıq olardı. Həm də qız uşağına yaraşardımı bu? Yalvarış dolu bir səslə Fərman dedim. Sən Allah, bu institut söhbətini bir yolla qutaraq getsin dedim. Qutaraq deyirsən, qutaraq. Fərman pörtüb qızarmış halda, başını yerdən qaldırmadan cavab verdi. Mən də gedim. Sabah fəlsəfədən seminarımız var. Qapıya sarı bir-iki addım atıb boynu üstündən. Göyərçin dedi. Acığın gəlsə də yenə mənim dediklərim barədə biraz düşün. Əgər fikrimiz yaxın gəlsə, deyərsən. Çətin ki. Mən səsimi biraz yumşaltdım. O bəlkə də bunu mənim razılığım, təslim olmağım kimi başa düşdü. Hələ dünyanın işini bilmək olmaz. Qapıdan çıxa-çıxa dedi. Birdən gəldi. Qaşlarımı oynatdım. Sən gözlə, ay gəldi ha. Onda gərək göyərçin adımı dəyişəm. İnsanın qəribə xisləti təbiəti var. Ömür boyu xatirələrlə yaşayır. Soyuğa düşəndə xatirələrlə isinir. İstiyə düşəndə xatirələrlə sərinləyir. Çətinliyə düşəndə ən yaxın, doğma bildiyi, dost sandığı adamları xatırlayır. Bəzən də xatirələr acı sazağa dönüb varlığını buza döndərir. İndi bu çölün düzündə birdən-birə onu niyə xatırladım? Vağzalı nə üçün bağrımın başını belə sökür, varlığımı yox eləyir? Fərman məndən başqa bizim evdəkilərin hamısının əzizi, istəklisi olmuşdu. Nə qədər çalışırdımsa, onunla şirin danışa bilmirdim. İnstitut qutarda köçünü bizə salmışdı. Demək olar, ailəmizin bir üzvünə çevrilmişdi. Məni həmişə xoş dindirib, xoş danışdırmağa çalışırdı. Bəzən ürəyimdə ona gülürdüm. Bu boyda kişiyə bax, artistlik eləyir. Vaxt vədə yetişdi. Bir gün Fərman gülə-gülə içəri girdi. Məni təbrik edə bilərsiniz, diplomumu aldım. Anam boynunu qucaqlayıb, istəkli bacısının oğlunu ürək dolusu öpdü. Kənddən, bibimgildən təzəcə gəlmiş Mansur da sevincdən atılıb düşürdü. Fərman qaqaş, təbriklər dedi. Söz ver ki, ilk maaşından mənə diplomat sumka alacaqsan. Mənim bu iki gözüm üstə, deyə Fərman əlini gözünün üstünə apardı. Sənin kimi gözəl oğlan üçün diplomatı indi də ala bilərəm. Yox, indi istəmirəm. Mansur başını yellədi. İlk maaşından, qoy yadda qalsın. Oldu. İndi mənim növbəm idi. Hiss edirdim ki, Fərman özü bilə-bilə Mansurla söhbəti uzadır. Mən elə bir çətin, çox çətin bir imtahan qarşısında idim. Nə deyim, necə təbrik edeyim deyə öz-özümü üzürdüm. Fərman isə sanki iki ayağını bir başmağa diriyib, mənim təbrikimi gözləyirdi. Özümü ələ alıb, aramızda heç nə olmayıbmış kimi, mən də ürəkdən təbrik edirəm dedim. Arzum budur, 5 illik zəhmətinin bəhrəsi olan bu diplom sənə həmişə xoşbəxtlik, sevinç bəxş etsin. Anası ölməsin xoş sözün, Poladı döndərib mum eləyər. Birdən-birə elə bir Fərmanın donu açıldı. Yanaqlarına qan gəldi. Sağ ol göyərçin, deyə fərəhlə bildirdi. Gərək ilk maaşımdan gəlib burada, Gülüstanda sizə yaxşı bir qonaqlıq verim. Özümü saxlaya bilmədim. Onu cırnatmaq istədim. Nə qədər maaş alacaqsan ki, bu qədər xərcləyirsən? Sənin nə işin? Fərman özünü o yerə qoymadı.
Diplomat, qonaqlıq qalsın bir yana. Hələ üstündə bəzi adamlar üçün hədiyyə də olacaq. Bu başdan sifariş də verilə bilər. Məncə hədiyyəni sifariş verməzlər. Anam mənə gözünü ağartdı. Göyərçin, nə deyirsən ana? Dur çay gətir. Bu mənim üçün göydən düşmə oldu. Fərman nə sezdisə, çox sağ ol xala dedi. Könlüm istəmir. Elə indicə içib gəlmişəm. Havayı ye, göyərçinə əziyyət vermə. Anam dedi, abala nə əziyyəti? Çaydır, qoy gətirsin. Sən içməzsən, özümüz içərik. Yaxşı, nə deyirəm? Fərman xəfifcə gülümsədi. O çıxıb gedəndən sonra elə bil üstümdən ağır daş götürülmüşdü. Nəfəsim genişləndi. Eynim açıldı. Sentyabrın axırları ya oktyabrın əvvəlləri idi. Bazar günü sübh tezdən qapı döyüldü. Evdəkilərdən heç kəs cınqırını çıxarmadı. Hələ anışdıra bilmirdim ki, döyülən bizim qapıdır, yoxsa qonşunun. Bayaqçı taqqıltı eynən təkrar olundu. Anam, ay kişi, Allah xeyir eləsin dedi. Bu vədə gələn kim ola? Atam deyindi. Baş aça bilmirəm. Yuxum quş olub uçdu. Mən gözümü qaranlıq tavana zilləyib nəfəs çəkmədən dinşiyirdim. Qapımızın 2 qıfılı var idi. Biri çox çətin açılırdı. Ona görə də çox vaxt bağlamırdıq. Anam çox qorxacaq idi. Əlacı olsaydı 2 qıfıl da əlavə saldırardı. Qonşulardan kiminsə evində 2 üzlü dəmir qapı görmüşdü. Atamı əldən, dildən salmışdı. Qonşu kimi sən də dəmir qapı düzəltdir. Anam hər dəfə belə deyəndə elə bil atamın çox istəkli bir adamını söyürdülər. Kişi od tutub yanırdı. Mənim nəyim var aparsınlar. Qoy o adamlar qorxsunlar ki, oğurluq top dağıtmaz ev düzəldiblər. Oğru hara getdiyini yaxşı bilir. O biri qıfılları da söküb atacam. Əlinə fürsət düşən kimi anam qıfılların ikisini də bağlayırdı. Yenə deyəsən öz işini görmüşdü. Atam yuxulu-yuxulu anamın qarasınca söylənir, qıfılları açmağa çalışırdı. 1000 dəfə deyirsən bu qıfılla işin olmasın. Yenə olmur ki, olmur. Elə bil uşaqdır. Bu qulağından alıb o biri qulağına verir. Qıfılın cıqqıltısı, atamın səsi sübhün alatoranlığında aydın eşidilirdi. Hələ gediş-gəliş başlamamışdı. Küçələrdə sakitlik hökm sürürdü. Qapı cırıldadı. Atamın səsi eşidildi. Ay sabahın xeyir dedi. Ay belə xoş gəlib səfa gətirmisən. Ay belə həmişə sən gələsən. Nə qədər çalışdım, gələn adamın səsinə ayırd eləyə bilmədim. Atam şirin şəkər sözlərinə dəm vermişdi. Nə var, nə yox, işlər, güclər, qohumlar necədir? Bu vaxtsız vədəsiz gələn qonaq kimsə atama çox yaxın adam idi. Yoxsa bu qədər hay-küy salmazdı. Qonağınsa elə bir səsini almışdılar. Atam başını yataq otağına uzadıb, ay Gülsüm, ay uşaq dedi. Qalxın görün kim gəlib. Bu kim ola? Yəqin yaxın qohumlarımızdan ya da ki atamın dostlarındandır deyə öz-özümə düşündüm. Anam tez sıçrayıb yorğanı üstündən atdı. Mən də tələsik xalatımı əynimə aldım. Mansurun dünyadan xəbəri yox idi. Gözümü ovxalaya dəhlizə çıxdım. Asılqanın yanında səbət-səbətə, zəmbil-zəmbilə söykənmişdi. Hələ bir ucdan da daşıyırdılar. Məcidəmi, hinduşkaları balkona qoyaq. Bu Fərmanın səsi idi. Bədənimdən soyuq bir gizilti keçdi. Tabanım üstə geriyə, yataq otağına qayıtdım. Hələ də daşı idi. Bu qədər sovqatı o necə gətirib, deyə öz-özümə fikirləşdim. Nəsə, onun üzünə çıxmağa can çəkirdim. Çıxmasam da olmazdı. O gedənə kimi yataq otağında qalası deyildim ki. Əl-üzümü yuyub, köhnə xalatımı geyindim. Rəngi getsə də, nədənsə bu xalatdan xoşum gəlirdi. Anam bunun üstündə neçə dəfə abrımı ətəyimə bükmüşdü. Niyyətin öz başını yesin. Nə vaxta kimi gəlib gedənin qabağına qaraçı kökündə çıxacaqsan. Özün heç, bizi biabır eləyirsən. Camaat elə bilər ki, yazığın geyinməyə heç nəyin yoxdur. Qız uşağısan, min yerdən göz qoyurlar. Gərək ağlın da, oturuşun da, duruşun da, geyimin də yerli yerində olsun. 5-dən əski olsaq da, 5-dən artığıq. Qapının arxasındakı səsküy taqqataraq kəsildi. Görünür Fərmanın gətirdiyi sor-sovqatı yerbəyer eləyib sakitləşmişdilər. Qapı birdən taqqıltı ilə açıldı. Ay qız, harda itib batmısan? Anam hirslə üstümə çımxırdı. Gəl çay qoy. İndicə gəlirəm. Astadan dedim. Tez ol. Anam dişini sıxdı. Belə vaxtlarda anamın bir dediyini iki eləmək, sözünün qabağına söz demək, şələni gəl yerə qoy, gəl döyüşək misalına bənzər bir şeydir.
Odur ki mən bu dəqiqə gəldim deyə onu sakitləşdirdim. Sən get otur, özüm hər şey edəcəm. Qapını açıb özümü mətbəxə saldım. Bayaq gördüklərim hələ harasıymış. Səbət, zənbil əlindən tərpənmək olmurdu. Nə gizlədim? İndiyəcən heç kəs bizə bu qədər sovqat gətirməmişdi. Soyuducunu açdım. Buzluq qarışıq, irini xırdalı bütün gözlər qaymaqla, motal pendiri ilə, xaş üçün təmizlənmiş başayaqla, dovğalıq göy-göyərti ilə ləmələm dolu idi. Burada ən azı 1-2 aylıq azuqə var deyə fikrimdən keçirdim. Gürhagürlə yanan qazın üstündəki güllü çaynik elə bil məni gözləyirmiş. İçəri girən kimi çaynikin qabağı sevincli uşaq kimi atılıb düşdü. Həmişə olduğu kimi bir çaynikə kək otu, o birinə qara çay atıb üstünə su aldım. Atam iş yerində qazın hər gözü üçün ayrıca dəmir kəsdirmişdi. Bu dəmirin üstündə çay yaxşı dəm alırdı. Ay qız, sənin çayın nə oldu? Anamın səsinə dik atıldım. Dəm alır bu dəqiqə. Ağına bozuna baxmadan armudlu stəkanlara çay süzüb otağa apardım. İçəri girəndə gözaltı fərmanı süzdüm. Ger geyimi dəyişmişdi. Elə biraz da ətə qanad olub qəşəngləşmişdi. Padnosu stolun üstünə qoyub, xoş gəlmisən dedim. Xoş günün olsun Göyərçin xanım. Bizim görüşümüz, hal əhval tutmağımız bununla qutardı. Bacardıqca otaqdan tez çıxmaq istəyirdim. Fərmanın baxışları məni sıxırdı. Tələsik mətbəxə qayıdıb 2-3 löyüm mürəbbə gətirdim. Fərman çayı qaynar-qaynar dudağına aparıb 1-2 qurtum aldı. Bəh, varam bu kekotu çayına. Can dərmanıdır. Mən də kekotunun, sarı çiçəyin ölüsüyəm. Atam onun sözünə qüvvət verdi. Uşaqlıqdan vərdiş eləmişəm. Maşında da həmişə özümlə ehtiyat gəzdirirəm. Kekotunun yerinə heç bir çay vermir. Bizim Gəncədə Fərman yampörtü stola dirsəkləndi. Kekotulu dana ətindən bastırma kabab verirlər. Yeməklə doymaq olmaz. Ay Fərman, qoy oturmuşuq. Səhər-səhər bizi damaq eləmə. Atam bığaltı güldü. Damaq nə eləyirəm? Bu mənim əlimdə su içimi kimi bir şeydir. Fərman şahrızlandı. Dana əti soyuducuda, kababın professoru burada. Nahara mən hazır. Zarafat eləyirəm. Xoşdur belə zarafat. Fərman moruq mürəbbəsindən bir qaşıq götürüb ağzına aldı. Qiyamətdir. Bunu bişirən əllər var olsun. Onun sözü kərə yağı kimi anamın ürəyinə yayıldı. O qürurla göyərçin bişirib dedi. Belə mürəbbə ələ düşməz. Fərman tərifi biraz da qaldırdı. Divanda oturub dinməz söyləməz başımı aşağı salmışdım. Bəs özünə niyə çay süzmürsən? Anam mənə sarı boylandı. Könlüm istəmir dedim. Sonra içərəm. 2 dəfə süfrə açmayacağıq ki. Anamın səsində göstəriş ahəngi, nidası vardı. Oradan qardaşını doyat. Qoy o da əl üzünə su vursun. Səhər yeməyindən sonra Fərman ayağa qalxıb 1-2 dəyəcək yerim var dedi. Qarınlamış səbətlərdən ikisini sürüyüb qapının ağzına saldı. Sonra aynəbəndə qoyduğu yekə, hər biri bir toğlu ağırlığında olan, pipiyindən qan daman, qaqqokundan qulaq tutulan hinduşkaları qışqırda-qışqırda kisə qarışıq sürüyüb bayıra saldı. Bu qədər yükü bir adam tək başına çətin götürə bilərdi. Atam irəli yeridi. Fərman, dayan dedi. Əynimə bayır paltarı alım, kömək eləyim sənə. Yoxsa çətin olar. Taksiyəcən oldu bəsdir. Fərman üzünə dağılmış saçını qolu ilə geri itələdi. Sonrası asandı. O gün ortaya az qalmış qayıtdı. Üz gözündən fərəh yağırdı. Nə oldu? Maşallah kefin kökdür. Atam soruşdu. Hinduşkaların ayağı yüngülmüş. Fərman sevinclə cavab verdi. Yaman yerinə düşdü. Buna deyərəm ürəyin düzlüyü. Doğrudan da təriflənməli hinduşkalar idi. Atam zarafata saldı. Payızı bu vaxtında belə hinduşkalardan keçmək olar. Hərəsinin bir toğlu əti qədər əti çıxardı. Kişinin də yaman xoşuna gəldi. Hansı kişinin? Atam onu suala çəkdi. Bizim buradakı böyüyümüzün. Bəyəm onlara getmişdin? Hə, belədir. Atam bığaltı gülümsəyərək alt dodağını dişlərinin arasına aldı. İndi hinduşkalar görən işi adamlar görə bilmir. Verimin Allah evini yıxsın. Dəmir qapılara da, dəmir ürəklərə də açar salır. Hörmətlə, izzətlə keçib oturur yuxarı başda. Fərman sevincək halda Moskvadan kişinin qonaqları varmış dedi. Fərmanın ürəyi dolu idi. Deyəsən bu hinduşka əhvalatını əridib dağ eləməyincə rahat olmayacaqdı. Elə bil məni gözləyirdi. Səbətləri qonaqların yoluna qoyacaq. Hinduşkaları konyak baçonkasını götürüb bağa getdilər.
2 maşın adam idi. Bizim şef mənə də çox üz vurdu. Bir təhər aradan çıxdım. Yaxşı eləmisən. Atam onun fikrinə şərik çıxdı. Nə işimə qalıb Ağır otur, batman gəl. Böyüklərlə oturub durmağın bir ucu xatadır. Bunu mən də bilirəm, Məcid əmi. O birdən nə fikirləşdisə, köynəyinin qolunu çırmaya-çırmaya mətbəxə yönəldi. Bunların hamısı yaxşıdır. Ancaq əsas məsələ yaddan çıxıb. Kabab dəstgahı. Fərman doğru deyirmiş. Bu doğrudan da əsl dəstgah oldu. Heç bilmirdim Fərmanın yemək-içmək işində yaxşı səriştəsi olduğunu. Əldən də çox iti idi. Bir göz qırpımında əti doğrayıb kekutu, soğan vurdu. Sonra düşüb həyətdə manqal qaladı. Gətirdiyi badımcanların xırdasından seçib içinə quyruq doldurdu. Sonra 2-3 şişə pomidor, kartol çəkib hazır elədi. Kömürün közü düşüncəyə qədər bastırma hazır oldu. O tikələri muncuq kimi şişə düzdükcə adam iştahaya gəlirdi. Radioda muğamat konserti başlayanda biz süfrə arxasında cəm olmuşduq. Kababa söz yox idi. Məcun idi. Adam yedikcə yemək istəyir, doymaq bilmirdi. Tez-tez qədəhlər cingildəyir, atamla Fərman Gəncə konyakından nuş eləyə-eləyə deyib gülür, oradan-burdan söhbət eləyirdilər. Rübabə xanım radioda qəhərli səslə Seygah oxuyurdu. Mənim qulağım bu səsdə idi. Seygahın Allahı, tanrısı mı var? O ürəyimi yanar oda qalamışdı. Fərman qayıdan baş üçündə gecə qatarına bilet almışdı. Saat 12-nin yarısında hamımızla xudahafizləşərək yolçu yolda gərək dedi. Mən sağ, siz salamat. Qapıdan çıxa-çıxda ayaq saxlayıb Məcid əmi dedi. Nə lazım olsa ya zəng eləyin, ya gəlib gedən bir adamla ismarıc göndərin. Sağlığınıza hər şey imkanımız var. Özünüz də bilirsiniz ki, bizim Gəncə qaymağı adla söylənir. Çox sağ ol, çox razıyıq. Atam minnətdarlıq eləyə-eləyə Fərmanın arxasınca çıxdı. Yəqin onu ötürmək istəyirdi. Anam onlar qapıdan çıxan kimi şifanerin qapılarını şaqqa-şaq açıb Fərmanın gətirdiyi hədiyyələri bircə-bircə ortaya qoydu. Bu fransız duxusi. Kəbiri arvad işlədəndə görmüşdüm. Bu yapon zontiki, beləsindən biri də hicrangildə var. Qızlarının ad günündə almışdılar. Anam ağ cığara kağıza bükülmüş tüflüləri cütlüyüb işığa tutdu. Az, bura bax. 6 fil sümüyündən olan tufli beləymiş. Adam heç əlindən yerə qoymaq istəmir. Bəxtəvər belə tufli geyinən arvadların, qızların başına. Camaat gün görür, ömür sürür. Anamın səsindəki avaz da, yumraqlıq da birdən-birə sozaldı. Heç özüm də bilmədən anamın halına acıdım. Fərman 2 dəstə bahalı parça gətirmişdi. Biri Cunaya oxşuyurdu. Ancaq Cuna değildi. Ha çalışdım adını yadıma salım. Sala bilmədim. Deyəsən hələ təzə-təzə dəvə düşürdü. O biri dəniz rənginə çalırdı. Üstündə xırda-xırda gülləri vardı. Mən indiyəcən bu cür bahalı, gözəl parçadan paltar geyinməmişdim. Geyinəndə də belə parçadan paltar geyinəsən. Anamın üzündəki bulud əlçimi ötüb keçdi. Adamın gözünün şoxunu alır. Cibi həmişə dolu olsun bacı oğlunun. Yaman ağır xərc çəkib. Bilmirəm bunun altından necə çıxacağıq. Anamın uçmağa qanadı yox idi. Hədiyyələrdən birini qoyub o birini götürürdü. O gecə səhərəcən qəribə-qəribə yuxular gördüm. Bilmirəm xeyirliyə idi, yoxsa... Günəş dumağzambaq bir qız idi. Zil qara gözləri həmişə gülümsüyürdü. Adı özünə çox yaraşırdı. Deyərdi nur parçası idi. Biz şəhərə köçəndən, görüşdüyümüz ilk gündən bir-birimizə elə alışmışdıq ki, qınamasaydılar, gecələr də ayrılmazdıq. Günəş məktəbin gözü idi. Onunki oxumaq deyildi, vergi idi. Ən çətin həndəsi məsələləri, riyazi düsturları, kimyəvi reaksiyaları göz açıb yumuncaya qədər həll edirdi. Qızıl medala layiq idi. Mənim boynumda günəşin çox minnəti vardı. Mənimki dərsə getmək, oxumaq deyildi. Əsl cəhənnəm əzabı idi. Bazar günü gələndə ya bir bayram münasibəti ilə dərsimiz olmayanda elə bir dünyanı mənə bağışlayırdılar. Belə vaxtlarda güzgüyə baxanda az qala özümü tanımırdım. Sifətimdə, baxışlarım da dəyişirdi, başqalaşırdı. Bəzən şəhərə köçdüyümüz günə qarğış eləyirdim. Qəhər məni boğurdu. Bu əzabı nə qədər çəkəcəm? Canım nə vaxt qurtaracaq bu bəladan? Arada bir möhkəm xəstələndim. Deyilənə görə taleyim bir tükdən asılıymış.
Azca geciksəm, bəlkə indi qəbrim üstə ot bitmişdi. Yaxşı ki, həkim də tanış çıxdı. Deyilənə görə əsli bizim tərəflərdən idi. Atama uzaq qohumluğu çatırdı. Məncə iş qohumluqda deyil, adamlıqda, insanlıqda idi. Xəstəxanada yatdığım günlər ərzində bir dəfə onun dalınca danışan, qarasınca deyinən adam görmədim. Kimi dindirirdin, dili ağzına sığmırdı. Cəmilzadə həkim deyil, əsl Loğmandır. Cəmilzadə başdan ayağa kimi nurdu. Deyirəm, bu dünyaya gələndə belə gələsən, belə işləyib, belə də yaşayasan. Bəlkə də o zaman həyatımın o çətin günlərində Cəmilzadənin əllərinin işığından ürəyimə bir çınqı od düşmüşdü və bu od getdikcə güclü bir istəyə, susmaz nəğməyə çevrilib məni ümidə, sabaha, gələcəyə çağırırdı. Cəmilzadə klinikanın cərrahiyyə şöbəsinə başçılıq edirdi. Eyni zamanda tibb institutunun professoru idi. O vaxtacan mənim professor barədə fikrim tamam başqa idi. Elə bilirdim ki, bütün professorların gərək qar kimi ağ saçları olsun, həm də onlar gərək gözlərinə çeşmək taxsınlar. Cəmilzadəyə 30-35 yaşdan artıq yaş vermək olmazdı. Danışırdılar ki, Moskvada tibb institutunu bitirib. Elə orada həm namizədlik, həm də doktorluq dissertasiyaları müdafiə edib. Xeyli müddət də Moskvada işləyib. Özünün də qoca anasından savayı heç kəsi yoxdur. Onun xatirinə Moskvadakı işini qoyub Bakıya gəlib. Bunu eşidəndə Cəmilzadə mənim xəyalımda Qoşqar dağı kimi yüksəldi, uca bir zirvəyə döndü. Yaxşı adamlar haqqında danışmağı nədənsə yaman xoşlayıram. İndiyəcən Cəmilzadə barəsində eşitdiklərimi, gördüklərimi bəlkə də 1000 adama danışmışam. Ömrüm boyu da danışacağam. Məncə dünyanı yaxşılıq saxlayır çiyinlərində. Yaxşı adamlar çiynini balaca yana çəksələr, görəsən necə olar bu dünyanın axırı? Pislik qara yel kimi çalxalar yeri göyü. İndiki kimi yadımdadır. Operasiyadan 3-4 saat keçmişdi. Gözümü açanda başımın üstə xeyli adam gördüm. Bizim sinfin qızları idi. Günəş də onların arasındaydı. Qəhərləndim. Məni ağlamaq tutdu. Danışa bilsəydim qızlara, ilk növbədə günəşə dünyanın ən xoş sözlərini deyərdim. Ancaq neyniyə bilərdim? Bədənim od içində yanırdı. Dodaqlarım suya tənşə qalmış bulaq kimi idi. Söz tutmurdu. Mən yalnız ürəyimin sözünü, qəlbimi bürüyən, mənə hər cür ağrını, acını unutduran əvəzsiz sevinci, könül xoşluğunu baxışlarımla bildirdim. Getdikcə şiddətlənən, bulanıq çay kimi bütün varlığımı, ruhumu sıxan bu ağrılar içində ürəyim bayram eləyirdi. Mən sağalıb xəstəxanadan çıxandan sonra elə bil sinfimizin uşaqları dəyişib başqa adam olmuşdular. İndi ən lağlağı, dəcəl hesab etdiyim oğlanlar belə mənim xətrimə dəymirdilər. Fikirləşirdim, bəlkə yazıqları gəlir mənə. Yox, mən dərsə yaxşı cavab verməyəndə uşaqlar halıma acıyır, mənimlə birgə həyəcan keçirirdilər. Qızlar elə gün olmazdı ki, mənə ürəkdirək verməsinlər. Göyərçin, qorxma, hər şey yoluna düşəcək. Sən dərslərə daha yaxşı hazırlaş. Nə kömək lazım olsa, utanma, de bizə. Biz də sənin öz yoldaşlarınıq. Uşaqlarımızın qılığı, xoş münasibəti məni həm fərəhləndirir, həm də yamanca kövrəldirdi. Hələ günəşi demirəm. Yazıq qızın az qala öz dərsləri yadından çıxmışdı. Mənim üçün özünü oda közə vururdu. İlk dəfə 5 aldığım gün heç vədə, bəlkə də ömrümün axırınacan yadımdan çıxmaz. Bu 5-i biologiyadan almışdım. Özü də sonuncu dərs idi biologiya. Mən pillələri necə düşdüyümü bilmədim. Biz Günəşlə həmişə məktəbin həyətində qoca tut ağacının dibində bir-birimizi gözləyirdik. Günəş gözə dəymirdi. Görünür mən ondan tez gəlmişdim. Baxışlarımı qapıdan çəkmirdim. Uşaqlar dəstə-dəstə yanımdan ötüb keçir, şuluq oğlanlar çəp-çəp mənə baxırdılar. Ürəklərindən keçəni oxuyurdum. Yəqin hansısa oğlanı gözləyir. Siz elə bilin gözləyirəm. Lap yaxşı eləyirəm. Kimin nə işinə? Gediş-gəliş lap seyrəldi. Bu günəş harda qaldı? Ümidimi az qala üzmüşdü. Bəlkə sonuncu dərslər olmayıb, çıxıb gedib evə. Görünür mənə xəbər eləməyə imkanı olmayıb. Qəlbimin dərinliyində hələ də bir işartı vardı. Biraz da gözlə, bəlkə gəldi. Ürəyim məni aldatmamışdı. Elə bu an günəş çantasını yelləyə-yelləyə qapıda üstümə atıldı. Yaman gecikdin ha. İstəkli bacı kimi qolumu onun boynuna aşırdım. Az qala gedirdim. Göyərçin, məni təbrik edə bilərsən. Günəş çanta ilə ehmalca kürəyimə vurdu. Nə münasibətlə?
Moskvaya gedirəm. Moskvaya? Təəccüblə soruşdum. İnanmırsan? İnanmağına inanıram ancaq. Göyərçin doğru sözümdür. Günəşin gözləri günəşləndi. Bilirəm, soruşacaqsan nə üçün gedirsən? Bu başdan özüm deyim. Olimpiyadaya, gənc riyaziyyatçıların Ümumİttifaq olimpiyadasına, bəxtəvər başına. Onun yanağından yüngülcə öpdüm. Sənin də başına gəlsin. Məndə də bu gün xoş xəbər var. Doğrudan? Günəş səsini uzatdı. Doğrudan. De görüm nədir? Biologiyadan 5 aldım. O, göyərçin. Günəş fərəhlə əlini əlinə vurdu. Ura, təbriklər, təbriklər. Çox sağ ol Günəş. Sənin köməyinlə almışam bu 5-i. Bəs biz bacı deyilik? Əlbəttə bacıyıq. Göyərçin, gəlsənə belə bir iş görək. Günəş altdan yuxarı sınayıcı nəzərlərlə məni süzdü. Elə eləyək ki, bu gün yadımızda qalsın, unudulmasın. Necə yəni? Necə? Məktəbin həyətindən çıxa-çıxda qəfil ayaq saxladı. Başıma belə bir fikir gəlib. Deynən hə. Hə. Gedək şəkil çəkdirək. Şəkil? Onda gedək çantaları ataq evə, həm də pul götürək. Məndə bir beşlik var, çatar. Bəlkə də çatar, çatmaz da. O mehribancasına qolunu qoluma keçirdi. Qaçıb evdən götürərik. 5 addımlıq yoldur. Biz keçiddən adlayıb kölgəlik olan səkiyə keçdik. Şəkildə özümüzdən də qəşəng çıxmışdıq. Az qala adamın inanmağı gəlmirdi. Bu bizik, biz deyilik. Şəkli ikimiz də əlimizdən yerə qoya bilmirdik. Nə gizlədim, öz-özümüzə heyran olmuşduq. Baxdıqca baxmaq istəyirdik. O vaxt bizim əsl qızlar bulağından su içən vaxtımız idi. Ömrün bu çağında bütün qızlar kimi biz də gözəlliyin dəlisi idik. Göyərçin, deyirəm nə olaydı? Günəşin baxışları uzaq bir nöqtəyə dikildi. Nə olaydı? Bax beləcə. Günəş sağ qolunu qanad kimi açıb məni özünə sıxdı. Bu şəkildəki kimi həmişə, hər zaman bir yerdə olaydıq. Sənə elə bağlanmışam ki, nə vaxtsa ayrılacağımızı təsəvvürümə gətirə bilmirəm. Mən də Günəş. Günəş qəribə qız idi. Özünü istətməyi bacarırdı. Evlərində də, bizdə də, məktəbdə də hamı onun xətrini çox istəyirdi. Qəribə təbiəti vardı. Hamıya yaxşılıq eləyirdi. İstəməzdi ki, bir adamın ayağına daş dəysin. Göyərçin deyirdi. Pisliyin axırı yoxdur. Bacardıqca yaxşılıq elə. Günəş şəkli o üzə, bu üzə çevirib Səməd Vurğunun gözəl bir misrası var dedi. Yəqin sənin də yadında olar. Səməd Vurğunun bütün misraları gözəldir. Nə bildim ki, hansını deyirsən. Deyilən söz yadigardır. O misranı deyən kimi də soruşdu. Yadına düşdü? Hə, düşdü. Günəş mənim gözləmədiyim, heç ağlıma belə gətirmədiyim halda birdən istəyirəm bu şəkillərdən birini Murada göndərim, dedi. Qərib yerdir, baxıb sevinsin. O dinmədiyimi görüb, istəmirsənsə göndərmərəm, dedi. Çiynlərimi çəkdim. Günəş, özün bilirsən ki, Murad sənin xətrini çox istəyir. Bilirəm. Bəs onda qızardım. Günəş, heç nə soruşma, dedim. Şəkil sənin öz işindir. İstəsən göndər, istəməsən. Fikirləşərəm. Günəş astadan dedi. Aradan nə qədər illər keçib. Mən yenə də Muradı eləcə təsəvvür eləyirəm. Qarayanız, uca boylu, qolsuz köynəyinin altından çıxmış qolları günəşdən yanmış, qaralmış bir oğlan. O qız kimi utancaq idi. Başını qaldırıb bir dəfə də adamın üzünə baxmazdı. Murad çox adamla yaxınlıq eləmirdi. Gedib gəldiyi iş idi. Bir də hərdən bir yaxınlıqdakı Xəzər kinoteatrında Hind filmləri göstəriləndə Günəşlə məni kinoya aparırdı. Onun sevinci göyərçinlər idi. Deyib toxunan olmasaydı, gecə də ayrılmazdı göyərçinlərdən. Onlarla bir yatar, bir oyanardı. Arabir Ağagül əminin danlağı eşidilirdi. Sənin vaxtında biz ev saxlayırdıq, ailə dolandırırdıq, qarğıdan göz aça bilmirdik. Belə vaxtlarda Murad cınqırını da çıxarmırdı. Elə bil Ağagül əmi bu sözləri daşa deyirdi. Ancaq ilk baxışda belə idi. Hər dəfə belə söz-söhbətdən sonra Murad həyət bacada, gözdən uzaqda gəzib dolanırdı. Bir dəfə özümü saxlaya bilməyib dedim. Yaman qəribə oğlansan Murad. O deyəsən heç nə anlamadı. Necə bəyəm? Bilmirəm bu quş uçurmaqda nə görmüsən ki, havayı yerə bu qədər özünü danladırsan. Hə, indi başa düşdüm. Deyəsən mənim sözüm onun üçün gözlənilməz oldu. Biraz alındı. Ancaq özünü o yerə qoymadı. Göyərçin dedi. Demək sən də onların cəbhəsinə keçmisən? Yəni kimin? Özümü bilməzliyə vurdum. Atamgilin. Mən heç bir cəbhəyə keçməmişəm. Bəs onda heç olmasa sən mənim tərəfimdə dur.
Mən durdum, durmadım. Bunun sənə nə isti soyuğu? Tək sən mənim tərəfimdə dur, gör neynirəm. Deyə ki durdum, sonrasını özüm bilərəm. Demək nəsə bir sirrim var? Nəsir, heç bir sirrim yoxdur. Murad ani olaraq susub, Maksim Gorkinin Şahin nəğməsi hekayəsi yadındadır? Elə belə, dumanlı şəkildə. Şahinlə Koramalı söhbəti yadındadır? Məni gülmək tutdu. Necə bəyəm dedin? Yoxsa bizi Koramalı oxşatmaq istəyirsən? Murad mənim sözümü ciddi qəbul elədi. Yox, canım üçün yox. Əlini ürəyinin üstünə qoydu. Bunu deməkdə sözümün canı var. Yadına gəlir, hekayədə belə bir yer var. Koramal Şahindən soruşur. Axı bu göylərdə nə tapmısan? En yerə. Şahin isə cavabında deyir. Bircə dəfə bu ucalıqdan yeri seyr etməyin səadətini dünyaya dəyişmərəm. Murad çənəsini ovcuna alıb uzaqlara baxdı. Nəsə, mən də göylərdən ayrıla bilmirəm. Qəlbim həmişə genişlik istəyir. Bilirəm Murad, deyə onun könlünü aldım. Qəsdən özüm səni cırnatmaq istədim. Hardan bilirsən? Muradın gözlərində sevinç işartısı oldu. O başını aşağı saldı. Sonra heç nə deyib danışmadı. Niyə dinmirsən Murad? Özün yaxşı bilirsən göyərçin. Nəyi? O çiyinlərini çəkdi. Bilirəm ki, sən heç vədə mənim xətrimə dəyməzsən. Nə bilirsən? Ürəyim deyir. Ürəyim heç vaxt məni aldatmayıb. Birdən aldatdı. Mən gözlərimi süzdürdüm. Yox, aldatmaz. Qətiyyən aldatmaz. Tək ki sən deyən olsun. Olsun niyə? Belədir ki var. Murad bu sözləri elə bir istəklə, çılğınlıqla və inamla dedi ki, ona zərrə qədər də şübhəm qalmadı. Özümdə qəribə bir yüngüllük duydum. Ürəyimin döyüntüsü də birdən-birə dəyişdi. Bunun səbəbi özümə də aydın deyildi. Ancaq onu bilirdim ki, bu dəqiqələrin sevinci elə belə, gəldi-gedər sevinc deyil. Bu nəsə təzə bir duyğu idi. Bütün varlığımı qanadlarına almışdı. Mənə bu anlarda elə gəlirdi ki, üfüqlər getdikcə çəkilir, dünya genişlənirdi. Deyəsən mənim əhvalımın birdən belə durulması Murada da sirayət eləmişdi. O da şən idi. Üz gözündən fərəh yağırdı. Muradın göyərçinləri yenə ağ, pəmbə buludlara qarışıb göylərin ucalığında pərvaz eləyirdi. Murad əlini gözünün üstə qoyub xeyli müddət göyləri süzdü. Göyərçin, çoxları mənə quşbaz deyir. Görürəm arabir günəşdə, sən də onlara qoşulursunuz. Bu sözü hər dəfə eşidəndə elə bil ürəyimin başına güllə sıxırlar. O başını göyə qaldırıb boylandı. Bir ora bax, dedi. Gör nə aləmdir. Doğrudan da ağ buludların arasında ağ göyərçinlər ağ çiçəyə oxşuyurdular. Adam heç gözünü göydən ayırmaq istəmirdi. Mən bütün qəlbimlə göyərçinlərin arasındaydım. Murad, dedim. Adam sənin bu göyərçinlərinin uçuşunu görəndə dönüb quş olmaq, yoruluncaya qədər o maviliklərdə uçmaq istəyir. Murad fərəhlə dedi. Sağ ol. İndi bildim ki, məni heç olmasa tək bir nəfər ürəkdən başa düşən, duyan var. O kimdir belə? Adını deməzlər, özü bilir. Bəlkə adını səndən eşitmək istəyir. Adı? Murad sağ əlini başının üstünə apardı. O mənim göyərçinlərimin adaşıdır. Yox bir rəfiqəsi. Ürəkdən güldüm. Murad da mənə qoşuldu. Onun qəribə gülməyi var idi. Bütün varlığı ilə gülürdü. Onun baxışları gözümdən qaçmadı. Bu baxışlar bizim dürlü bulağının suyu kimi dupduru idi. O gündən Muradı daha qınamadım. Hətta onun göyərçinlərini göydə görməyəndə darıxırdım, xiffət eləyirdim. Muradın sevinci göylərdə idi. O göylərin maviliyini, genişliyini, buludların karvanını, günəşli gündüzlərini, aylı ulduzlu gecələrini sevirdi, bilmirəm. Ancaq onu bilirdim ki, Muradın qəlbi də, xəyalı da, gələcək arzuları da gecə-gündüz göylərdədir. İndi göylər mənim üçün də sirli soraqlı bir aləm idi. Gözümü səmadan çəkmədən şirin-şirin xəyalların qanadında Muradın göyərçinlərinə qoşulub buludlar arasında pərvaz eləmək mənim üçün dünyanın ən böyük sevinci idi. Mənə elə gəlirdi ki, göylərin bu ənginliyində hər dəqiqə, hər an Muradın nəfəsini duyur, ürəyinin döyüntüsünü eşidirəm. 10-cu sinifdə oxuduğum ilin payızı yaman yağmurlu keçdi. Dumanın, çənin, yağışın əlindən göz açmaq olmurdu. Səhərlər gün bir balaca işarır, sonra göyün üzünə elə bir qara pərdə çəkirdilər. Elə bir dağların havası qəribsiyib arxamızca şəhərə köçmüşdü.
Xəzri də qılıncını qına qoymaq bilmirdi. Gecə-gündüz vıy-vıy vıyıldayırdı. Dərslərim daha da ağırlaşmışdı. Cana doymuşdum. Başımı qaldırmağa macalım yox idi. Ancaq burası da var idi ki, indi ilk vaxtlarda olduğum kimi qorxub çəkinmirdim. Müəllimlər yavaş-yavaş məni tərifləyir, zəif oxuyan uşaqlara misal çəkirdilər. Bircə rus dili gözümün odunu almışdı. Çox çalışırdım. Yazıb pozur, əzbərləyirdim. Yenə də 3-dən yuxarı qalxa bilmirdim. Mənim aləmimdə bu dili təmiz bilənlər, onu su kimi içənlər dünyanın ən xoşbəxt adamları idilər. Bu xoşbəxtlik mənə o qədər uzaq və əlçatmaz görünürdü ki, mən də inadımdan dönmür, bəlkə də başqa fənlərin hamısına rus dili qədər vaxt sərf etmirdim. Hər ötən gündən borc ala-ala həftələri, ayları yola salırdım. Qabaqlar kinoya gedəndə hər kəlmə başı dönüb pıçıltı ilə Günəşdən soruşurdum. O söz nə deməkdir? Bir də görürdün ya arxa, ya qabaq cərgələrin birindən səs gəldi. Mane olursunuz, icazə verin kinomuza baxaq. Bir neçə dəfə belə olmuşdu. Ha çalışırdım, özümə söz verirdim, ancaq sözümü bəzən unudurdum. Belə vaxtlarda kimsə bir söz deyəndə utandığımdan bilmirdim neyniyim. Doğma yerlərin, qohum-əqrabanın, orada qoyub gəldiyim yoldaşlarımın xiffəti bir yandan, dərslərin çətinliyi də o biri yandan məni elə bir iki çopur daş kimi arasına alıb sıxırdı. Bu dərslərin əlindən canım nə vaxt qurtaracaq deyə düşünürdüm. Doyunca yuxu üzünə də həsrət qalmışdım. Evimizdə hamıdan tez oyanır, hamıdan da tez yatırdım. Son vaxtlar tərs kimi anam da tez-tez naxoşlayırdı. Deyəsən Bakının havası ona düşmürdü. Nə vaxt dindirirdin zarıyırdı. Oram ağrıyır, buram ağrıyır. Evimizdə hara baxsan taxta boğça hamısı dərmanla dolu idi. Dərslərin çətinliyi bir yana, evin yükü də mənim boynumdaydı. Bircə gün evdə isti xörək olmayanda atamın giley-güzarından, danlağından qurtarmaq olmurdu. Dərsdən gələn kimi işim bazara, dükana qaçmaq idi. Sonra yer-yığış, bişir-düşür. Dərs hazırlamaq üçün stolun dalına keçəndə daha heyim qalmır, yuxudan gözümü aça bilmirdim. Günəş göyərçin deyirdi. Səndəki dözümə heyran qalmışam. Bu iş gücün qabağında mən sənin yerinə olsam, inan dəli olardım. Vallah qəhrəmansan. İmkanım olsaydı, sənə balaca bir heykəl yapdırardım. Niyə simiclik eləyirsən? Heykəl yapmağına yapırsan da, eləsinə yap ki, görən desin heykələ oxşuyur. Buludlu bir gün idi. Göylər qaşqabağını tökmüşdü. Yağış havasına oxşuyurdu. Belə havada adam evdən bayıra ayaq qoymaq istəmir. Azərbaycan jurnalında təzəcə başladığım romanı oxuyurdum. Deyib toxunan olmasaydı, başa vurmayınca əlimdən yerə qoymazdım. Günəşin gəlişi heç ürəyimdən olmadı. Deyəsən onun özü də bunu sezdi. Lakin özünü o yerə qoymayaraq oradan-burdan söhbət saldı. Gözləri gülürdü günəşin. Nəsə yenə sözlü adam oxşuyurdu. Ancaq söhbəti hələ sağa, sola çəkir, dolandırırdı. Düzü mən də üstünü vurmurdum. Özü bilər. İstəyər deyər, istəməz deməz. Bəlkə də darxıb gəlib bizə. İlk dəfə gəldiyi deyil ki. Söz arası Muraddan sənə salam var dedi. Diksinən kim oldum. Ürəyim atlandı. Göndərən də sağ olsun, gətirən də. Muradın sənə hörməti böyükdür göyərçin. Çox sağ olsun, bilirəm. Günəş yenə söhbəti yaxına, uzağa çəkir, uzadırdı. Bu onun gözlərindən də aydın oxunurdu. Göyərçin, bilirsən nə var? Günəş pəncərənin təlli şüşəsində şəhadət barmağı ilə əyri-üyrü xətlər çəkdi. Sənə məktub var. Özümü eşitməzliyə vurdum. Elə bir ürəyimə əvvəlcədən dammışdı ki, günəşin bu gəlişi əvvəlki gəlişlərinə bənzəmir. O yenidən dilləndi. Niyə dinmirsən göyərçin? Sanki yanaqlarıma qor basmışdılar. Gicgahlarım yanırdı. Nədənsə özümü günəşin qarşısında günah işlətmiş suçlu adam kimi hiss edirdim. Başımı qaldırmadan. Kimdəndir, deyə soruşdum. Sən bilən kimdən olar? Günəş qaş gözünü süzdürdü. Nə bilim. Yox, hər halda. Bilsəm deyərəm. Heç ürəyinə də dammayıb? Yox, dammayıb. İnanım, inan. De göyərçin canı. Ant nəyə lazımdır? Bəs deyirsən bilmirəm. Əlbəttə bilmirəm, güldüm. Gözlərinin içinəcən yalan deyirsən. O məni doğma bacı kimi qucaqladı. Əbəs yerə demirlər ki, göz ürəyin aynasıdır. Sənin ürəyin gözlərinə köçüb göyərçin. Onun qolları arasından çıxmağa çalışaraq, bu yaxşıdır, yoxsa pis, soruşdum. Əlbəttə yaxşıdır. Günəşin səsi yavaşıdı. Birdən ürəyinə gələr ki, nə, bu məktubu deyirəm.
Donunun cibindən çıxardığı zərfi mənə uzatdı. Mən yalnız Muradın xahişini yerinə yetirmişəm. Biz bir-birimizə bacı kimiyik. Bu məktubun bizim münasibətlərimizə heç bir dəxli yoxdur. İstəmirəm arada soyuqluq, inciklik olsun. Bu nə sözdür? Məktubu ondan alıb tezcə stolun üstündəki kitabın arasında gizlətdim. Mənə elə gəlir ki, biz ömrümüzün axırınacan da bacı kimi qalacağıq. Sənin ürəyindən olmaz göyərçin. O əllərimdən tutub dabanı üstə quş kimi süzərək, görüm səni xoşbəxt olasan, mənim istəkli bacım dedi. Səninlə bir yerdə günəş, çox sağ ol göyərçin. Bütün varlığımı işıqlı, qanadlı bir duyğu bürümüşdü. Ürəyim pərvazda idi. Bu xoş, şirin dəqiqələrdə quş olub uzaq-uzaq ənginliklərə uçmaq istəyirdim. Qəlbim bu balaca otağa sığmırdı. Tərs kimi günəş çıxıb getmək istəmirdi. Ürəyimdə bir bəhanə axtarırdım ki, ondan aralanım. Ancaq aralana bilmirdim. Axır ki, günəşin könlünə insaf düşdü. O qapıdan çıxar-çıxmaz zərfi cırıb, tələsik içərisindən məktubu çıxardım. Sətirlərin sığallı cərgəsi gözümdə dupduru bulaq suyu kimi axırdı. Onu bir nəfəsə oxudum. Muradın çox aydın, gözə yatımlı xətti vardı. Adamın az qala ona paxıllığı tuturdu. Mən nədənsə ömrüm uzunu xətti gözəl olan adamlara qibtə etmişəm. Elə indinin özündə də bu his ürəyimdə sönməyib. Deyirəm, bəlkə bu da bir vergidir, xoşbəxtlikdir. Məktub çox uzun deyildi. Qoşu dəftər vərəqinin o üzü, bu üzü dolmuşdu. Bir də ikinci vərəqin başından azca qaralanmışdı. 2-3 sətr ola ya olmaya. Bu vərəqdə dimdiyinə zərf almış uçan göyərçin şəkli çəkilmişdi. Şəklin aşağısında qırmızı qələmlə haşiyələnmiş belə bir yazı vardı. Sevimli göyərçin, bu məktubu sevimli göyərçinə tez yetir. Bu sözləri oxuyanda fəhmimdən bilmədim neyniyim. Dünya gözümdə gül çiçəkli yaza döndü. Qəlbim bu sevinclə bülbül kimi cəhcəh vurdu. Muradın məktubunu bir də oxudum. Hər söz, hər kəlmə ürəyimdə qönçə tutub güllənirdi. Salam göyərçin, bu məktubu sənə uzaqlardan, çox uzaqlardan yazıram. Heç yuxuma da girməzdi ki, nə vaxtsa mənim ayağım bu yerlərə dəyəcək. Qulluq etdiyim yerlərə gün doğar deyirlər. Təsəvvür elə ki, təyyarə Moskvadan bura 9 saatı uçur. Burada, Vladivostokda günəş doğanda bizim Bakıda qürub çağı olur. Kazarmamızda düz sakit okeanın qırağındadır. Səhər-axşam sulara baxdıqca Xəzər yadıma düşür. Xiffət edirəm. İlk günlər yaman çətin idi. Bərk darıxırdım. Deyərdin qəfəsə salınmış quşam. Əskərlik başdan ayağa kimi qayda qanundur, intizamdır, dözümdür. Bunlara riayət eləyə bildin əskər həyatını, onun gözəlliyini, romantikasını sevəcəksən. Eləyə bilmədin, hər gün bir ildən də uzun gələcək sənə. Nə yaxşı ki, tarı özümlə götürmüşəm. Darxanda yavaş-yavaş dınqıldadıram. Hər şey yadımdan çıxır. Azərbaycandan cəmi 3 nəfərik. Yoldaşlarım rayonlu balalarıdır. Yaxşı uşaqlardır. Qızıl kimi xasiyyətləri var. Təsadüfə bax ki, biri sizin tərəfdəndir. Məcid əmini uzaqdan uzağa tanıyır. Yəqin sən onu tanımazsan. Adı İslamdır. Atası bağ briqadir işləyir. Nəysə, qürbət adamı yaman doğmalaşdırır. Biz bir-birimizdən ayrı olanda boğazımızdan tikə keçmir. Havamız da, suyumuz da, çörəyimiz də birdir. Göyərçin, bəlkə də indi bu məktubu oxuya-oxuya ürəyində mənə gülürsən. Bunlar kimə lazımdır? Nə gizlədim? Sənə yaxşı-yaxşı sözlər yazmaq istəyirəm. Ancaq bacarmıram. Bilmirəm nədən başlayım, necə yazım. Açığı ürəyimdən keçənləri tarda demək mənim üçün bundan qat-qat asandır. Həm də biraz nigarançılığım var. Bilmirəm mənim məktubuma necə baxacaqsan. Bəlkə bu heç xoşuna gəlməyəcək. Hər halda uzun götür qoydan fikirdən sonra bu məktubu yazıram. Cavab alsam əlbəttə dünyalarcan sevinərəm. Almasan da inciyən deyiləm. Səndən incimək olmaz göyərçin. Sən yaxşı qızsan. Bilirəm ki, ürəyim bənövşə kimi incədir, kövrəkdir. Ancaq bunun heç bir dəxli yoxdur. Könlün istəməsə bir sətir də yazma mənə. 10-15 gün gözləyəcəm. Əgər məktub gəlməsə, gözlərimi yollardan yığıb ümidimi həmişəlik kəsəcəm. Gəldiyim ilk gündən bu məktubu yazmaq istəyirdim. Nəsə ürək eləmirdim. Günü günə satırdım. Günəşin göndərdiyi şəkil məni ürəkləndirdi. Dedim nə olur olsun, cavab alsam da, almasam da yazacam.
Dərin hörmətlə Murad. Məktubu əlimdən yerə qoya bilmirdim. Fərəhim aşıb daşırdı. Fikirləşirdim ki, bu qədər səmimi, ürəkdən qopub gələn sözləri Murad hardan tapıb düzüb qoşub bir-birinə. O utancaq, 5 kəlmədən birinə cavab verən Murad indi mənim gözümdə başqalaşmışdı. Daha ağıllı, dərrakəli görünürdü. Ömrümün şirin anları idi. Ürəyim, sətirləri su kimi içən gözlərim, Muradın məktubunu istəkli tutan əllərim və onun çəkdiyi ağ göyərçin misallı, qanadlı xəyalım bayram eləyirdi. Xəyallə Muradla üz-üzə dayanmışdım. Lakin başımı qaldırıb bircə göz qırpımı da olsa onun üzünə baxa bilmirdim. Dilim də kilidlənmişdi. Lakin qəlbimdə Muniz, bulaq suyundan da durub bir mahnı çalınırdı. Nə idi bu mahnının adı? Bilmirəm. Bircə onu bilirdim ki, ürəyim, varlığım, bütün fikri xəyalım bu mahnının pərvazında, qanadında idi. Nə Muradın dodağı tərpənir, nə də mən danışırdım. Qəlbim isə demək istədiyim, lakin deyə bilmədiyim söz ocağında közərirdi. Murad, öz səsimə özüm diksindim. Nə yaxşı ki, evdə heç kəs yox idi. Anam bazara getmişdi. Mansur da yuxarıdakı həyətdə futbol oynayırdı. Öz əlim, öz başım idi. Ancaq neyniyəsiydim? Qanadlanıb Vladivostoka uçası deyildim ki, tək bircə sevincim var idi ki, öz-özümlə xəyalımla sakitcə baş-başa qalım. Nə mənə bir toxunan olsun, nə yanımda dinib danışan. Elə tək tənha qalmaq istəyirdim ki, bu indi mənim üçün ən dadlı sevinç, səadət idi. Bilmirəm fərəhdən idi, yoxsa həyəcandan, ürəyim az qalırdı quş kimi sinəmdən uçub getsin. Muradın uzaq yollar yorub gəlmiş xəyalını incidib itirməkdən qorxurdum. Axı o bu uzaq yolları elə-belə gəlməmişdi. Ürəyində nəsə bir sözü vardı. Mən də ona çox söz demək istəyirdim. Buna gücüm, iradəm, qüdrətim çatmırdı. Elə-beləcə sükut içində dayanıb susmağın özü də mənim üçün böyük sevinc idi. Murad yenə də alatoran içindən dinməzcə mənə baxırdı. Dinib danışa bilmirdim. Bəs ona nə olmuşdu? Niyə bir kəlmə söz demirdi? Öz-özümə qınadım. Axı necə deyə bilər? Heç xəyal da danışarmı? Ürəyim aram olub sakitləşmirdi. Elə bir qəlbimin dərinliklərində nəsə titrəyir, tərpənirdi. Bu tərpəniş sülh mehinin nəfəsində oynayan yarpaq xışıltısına bənzəyirdi. Sağa sola boylandım, dinşədim. Doğrudan da qulağıma səs gəlirdi. Sanki pıçıltı idi bu səs. Axı otaqda məndən başqa heç kim yox idi. Bayırda külək dəsmirdi. Bəs bu səs hardan gəlirdi? Uçmağa hazır olan quşa dönmüşdüm. Özümə elə yüngül hiss eləyirdim ki, könlüm də uçmaq həvəsində idi. Hara, nə üçün? Bu özümə də heç aydın değildi. Ancaq uçmaq, pərvazlanıb ucalara qalxmaq sevinci məni qanatlarına almışdı. Muradın xəyalı yenə gözüm önündə idi. Mənə elə gəlirdi ki, əlimi uzatsam Muradın əlinə dəyər. Yavaşca pıçıldadım. Murad, niyə dinmirsən? O kiprik belə çalmadı. Deyəsən səsimi eşitmədi. Acca səsimi qaldırdım. Murad, ay Murad. Ondan yenə səs çıxmadı. Dayanıb bayaqki kimi baxırdı. Baxışları indi daha duru idi. Və bu duru baxışların dərinliyi mənim də gözlərimi alıb apardı. Murad baxırdı, mən baxırdım. Baxışlar çarpaz körpüyə dönmüşdü. Muradın göndərdiyi məktubu əlimə götürdüyüm andan bəri ürəyimdə qönçələnən sözlər indi narın-narın dilimin ucunda yarpaqlayırdı. Murad, məktubda yazdığın sözləri sənin öz dilindən eşitmək istəyirəm. Mənə elə gəlir ki, o sözlər uzaq yol gəlib, yorulub, hardasa biraz da soyuyub. Danış, Murad, danış. Heç ağlıma da gətirməzdim ki, bir gün mənə məktub yazacaqsan və sənin bu məktubun qəlbimi yerindən oynadacaq. Dünya dəyişəcək gözümdə, yerdən göyə sevinç körpü olacaq. Murad, sən əskər gedəni həyət baca suyu sovrulmuş dəyirmana bənzəyir. Hamımız qəribsiyirik. Göyərçinlərin də elə bil əvvəlki həvəslə uçmurlar. Ara bir oğrunca onlara dəm verirəm. Söhbət eləyirəm sənin göyərçinlərinlə. Deyirəm, uçun ay göyərçinlər, uçun, burada bizdən salam aparın. Deyəsən, yolu bilmirlər göyərçinlər. Səndən söhbət düşəndə Bahar xalanın sifətini görəsən, deyərsən üz gözü günəş işığına tutulub. Bildirməsə də hiss olunur ki, Ağagül əmi də xiffət eləyir. Günəşin isə ürəyinə, xasiyyətinə özün məndən də yaxşı bələdsən. Bacı sənindir, bacılıq mənim.
Nə gizlədim? Adın dilinin ucunda bitib günəşin. Yaxşı deyiblər, qonşu qonşuya baxar, canını oda yaxar. Özün yaxşı bilirsən ki, günəşlə mənim ayrı saatım, dəqiqəm yoxdur. Həmişə bir yerdəyik. Axşam səhər elə sənin söhbətini eləyirik, səndən danışırıq. Hər dəfə günəş sənin məktubunu açıb oxuyanda ürəyim məsim-məsim əsirdi. Deyirdim, nə olaydı, Murad mənə də nəsə, bir kəlmə söz yazaydı. Heç olmasa adımı çəkəydi. Biləydim ki, unutmayıb məni. Sən insafsız da həmin məktubun axırında xala-xətrin qalmasın bir cümlə yazırdın. Məndən qonşulara çoxlu-çoxlu salam söylə. Günəş də, mən də çox gözəl bilirdik ki, bu qonşular deyilən kəslər bizik və bu çoxlu-çoxlu salamlar bizim payımıza düşür. Murad, yolunu çox gözlədiyim, az qala ümidimi üzdüyüm bu qaranquş müjdəsinə görə çox sağ ol. Ürəyim elə istəyir ki, məktubun arasını bircə gündə üzməyəsən. Bugün elə xoşbəxtəm ki, bəlkə də təsəvvürünə belə gətirə bilməzsən. Heç bilməzdim ki, sənin məktubuna bu qədər sevinə bilərəm. Murad, deyirəm nə olaydı, insan ömrünə leysan kimi həmişə belə anlar, belə müjdələr yağaydı. Ürəkdə həmişə belə sevinç çiçəkləyəydi. Ay qız, Ərdov kimi niyə öz-özünə danışıb oynayırsan? Başımda, beynimdə sanki ildırım çaxdı və bu ildırımın odlu nizəsi sinəmi deşib ürəyimə sancıldı. Bir nəfəs dərimində sümüklərim buz oldu. Gözlərim qaranlıqlandı. Ay qız, korsan nədir? Anamın hiqqəli səsi qulağımda mismarlandı. Ümidin kəsilsin, ümidini ev qoyub getmişəm. Beləmi baxarlar ana sözünə? Bugün sabah yad qapısı açacaqsan. Sənin üstündə söyəcəklər məni, qarğıyacaqlar. Donuxub qalmışdım. Bilmirdim ki, neyniyim. İndi yadıma düşdü ki, anam bazara gedəndə mənə iş tapşırmışdı. Muradın məktubu başıma elə qatmışdı ki, hər şey yadımdan çıxmışdı. İndi səsimi çıxarsaydım, anam mərəkə qoparacaqdı. Əlacım yalnız ona idi ki, dinməzcə bayıra çıxıb onun tapşırıqlarını bircə-bircə, özü də səliqə-səhmanla yerinə yetirim. Bəlkə ondan sonra hirsi soyuyub sakitləşə. Yoxsa duruş gətirmək olmaz qabağında. Qəribə xasiyyəti var. Elə belə də mələk kimidir. Hirsi başına vurdu, gözünü yumub ağzını açır. Sonra da günlərlə peşmanlığını çəkir. Bu həyətə təzə köçüb gələndə atam onun başına ağıl qoymaq istədi. Sözünün də canı bu oldu ki, bura sənin üçün günəbaxan kəndi deyil, böyük şəhərdir. Adamlar da yaddır. Ağlını başına yığ. Dilinin altına bir parça qənd qoy. Boş yerə nə mənim qanımı qarat, nə özünün, nə də uşaqlarının. Onsuz da çəkməli dərdimiz, qayğımız çoxdur. Doğrudan da anam biraz dəyişmişdi. Ancaq yenə də hərdən tutması tuturdu. Atam demişkən, belə vaxtlarda xoş onu eşitməyənin halına. Anam olurdu bir dəli cinni. Niyə daşa dönmüsən yerində? O qolumdan tutub məni qapıya sarı fırlatdı. Bir bəri işığa gəl görüm. Məktub olan əlimi arxada tutdum. Anam yaxşı ki, duyuq düşmədi. Yoxsa saçımı yolardı, qoymazdı başımda bir tük qalsın. Bir mələkə qoparardı ki, qonşular baş götürüb qaçardı. Baxışları qorxutdu məni. Gözləri irilənmişdi. Hələ sir-sifətini demirəm. Demə heç nəyin üstündə mələkə qopa bilərdi. Ayağımın birini qaçaraq qoymuşdum. Qaçıb aradan çıxmaq istəyirdim. Anam başını irəli ataraq, tez ol get, vannadakı paltarları suya çək, deyə üstümə çımxırdı. Sonra da donu açılıbsa, əti keçir maşından. Gəlib dolma bükəcəm. Eşitdin? Eşitdim, deyə boynumu içimə qısıb bayıra çıxdım. Gözüm Mansuru axtardı. Yaxşı ki, həyətdə yox idi. Hələ qonşu həyətdən, futbol oyunundan qayıtmamışdı. Muradın məktubunu tələsik donumun açıq yaxasını çəkib içəri, döşümün üstünə atdım. Sanki üstümdən ağır bir dağ götürüldü. Nəfəsim genişləndi. Anam nəsə məndən üzülüb içəridə qaldı. Bu bir yandan sevindirdi məni. İndi yavaş-yavaş özümə gəldikcə təzədən qəlbim xəfif istəklə çırpınırdı. Elə bil fikrimin bağı qırılıb. Düşüncələrim ayağım altında muncuq-muncuq səpələnmişdi. Onun saçını sapağını yığıb yığışdıra bilmirdim. Hara tərpənirdimsə, hansı küncə bucağa ayaq qoyurdumsa, Muradın baxışları mənə aman vermir, qara-qara məni izləyirdi. Bu baxışlar ixtiyarımı əlimdən almışdı. Axşamacan da beləcə oldu. Yatağıma girəndə də bir cüt çıraq olub başımın üstə asıldı. Bu anamın gözündən qaçmadı, diqqətimdən yayınmadı.
Səhəri gün neçə dəfə soruşdu. Göyərçin, nə olub sənə? Havalı kimi gəzirsən? Heç nə, biraz pis hiss eləyirəm özümü. Yoxsa soyuqlamısan? Başını bəri tut görüm qızdırman varmı? Əlini alnıma qoyub gözlərini yumdu. Yoxumdu, yox, deyə onu arxayın saldım. Yazıq arvad hardan biləydi ürəyimin dərslərini? Ürəyimə girə bilməzdi ki. Qardaşımla bir otaqda yatırdım. Yaxşı ki belə idi. Özümü pis hiss elədiyimi bəhanə edib, axşamdan acca keçmiş yerimə girdim. Şirin bir yuxu istəyirdim ki, yatım, dünyadan xəbərim olmasın. Ancaq hardaydı bu yuxu? O üzümə çevrildim, bu üzümə çevrildim. Ancaq xeyri olmadı. Yuxum elə bil məndən küsüb qaçaq düşmüşdü. Mansur daş kimi düşüb qalmışdı. Qulağının dibində top assaydılar oyanmazdı. Ürəyimdə ona paxıllığım tuturdu. Deyirdim, nə olaydı, kaş mən də belə bir yuxuya gedəydim. Tərs kimi bayırda da xəzri qalxmışdı. Az qalırdı pəncərələr çərçivəsindən çıxsın. Stol üstü lampanı çarpayımın böyründəki dolabın üstünə qoymuşdum. Min bir gecə nağılını oxumağa başladım. Nəsə, məni tutmadı. 2-3 səhifə güclü oxudum. Səhəri istirahət günü olsaydı nə vardı ki, bir hovur yatıb gözümün acısını alardım. Ancaq səhərki dərsləri yadıma salanda sümüyüm əsdi. Yaman çətin gün idi. Bəs yuxusuzluqdan göz başı şişmiş halda dərsə necə gedəcəkdim? Bu hələ bir yana dursun. Bəs müəllimlər dərs soruşsa onda necə olsun? Muradın məktubunu dolabın aşağı gözünə qoyduğum kitabın arasında gizlətmişdim. Birdən-birə yaman həvəsim gəlmişdi. Oxumağım tutmuşdu Muradın məktubunu. Anam görməsin deyə qoynumda gizlədəndə kağız əzilib bükülmüşdü. İndi ovcumun arasında sığallaya-sığallaya məktubun əzəyini açdım. Sonra ürəyim durmadı. Yenə başladım oxumağa. Bir dəfə oxudum, 2 dəfə oxudum bilmirəm. Yuxu məni nə vaxt aparıbsa, xəbərim olmayıb. Göy üzü deyərdin, sahilsiz bir dənizdir. Elə bir hər yana durna qanadı çəkmişdilər. Dərman üçün belə olsaydı, bir əlçin bulud tapa bilməzdin. Gün ortadan əyilir, yavaş-yavaş axşam sərini düşürdü. Belə vaxtda adamın ürəyi də səma kimi açıq olur. Buludsuz, tərtəmiz. Yalnız dünyanın, həyatın, insanların gözəlliyi, arzuların şirinliyi, ülviyyəti barədə düşünürsən. Ürəyin bu maviliyə, genişliyə, təmizliyə meydan olur. Ürəkdə dumduru hisslər, həyəcanlar, sevinclər coşub çağlayır. Ürək oxumaq istəyir. Dünya bir dünyadır, ürək də bir dünya. İkisi də təkdir. Dünya ilə ürəyin yolları qovuşanda dünya da xoşbəxt olur, ürək də, insan da. Biz Muradla damın üstünə qalxmışdıq. Yanaşı oturub göyərçinlərin uçuşuna tamaşa eləyirdik. Göyərçinlər gah qanadlarını buraxıb aşağıları enir, gah da göyün uzaq maviliyində xal kimi qaralırdılar. Mən sevincimi, heyrətimi boğa bilməyərək, Murad dedim, bir ora bax, gör nə oyun çıxarır göyərçinlər. Elə bir nağıldır, əfsanədir, adam hey baxmaq istəyir. Nə oyun çıxarırlar ki? Murad gülümsəyərək qandırılıb mənə sarı baxdı. Onun gözləri də göylər kimi dumduru idi. Nədənsə ürək eləyib baxa bilmirdim o gözlərə. Dodaqlarımı büzüb, görmürsən dedim. Görürəm, niyə görmürəm? Bəs onda niyə elə deyirsən? Necə deyim bəs? Nə bilim. Elə bir söhbətimizi göyərçinlər də eşidirdi. Onlar havaya səpələnmiş rəngbərəng yaz çiçəklərinə bənziyirdilər. Ağ, qara, göyümtül. Birdən-birə qəribə fikirlər gəldi ağlıma. Görəsən neçə il yaşayır göyərçinlər? Onların da qayğıları varmı? Göyərçinlər də sevib sevilirmi? Göyərçin, Murad ehmalca qoluma toxundu. Hə, bir göyərçinlərə yaxşı diqqət elə. Bayaqdan gözüm onlardadır. Onların bu sevincində nə hiss eləyirsən? Elə belə, hava xoşdur, göyərçinlər də qorxusuz, hürküsüz uçurlar özləri üçün. Yox, elə deyil. Bəs nədir? Göyərçinlərin toyudur. Qəhqəhə ilə güldüm. Burada deyibləri, qulaq gündə bir söz eşitməsə kar olar. Murad da mənə qoşulub ürəkdən güldü. Məni maraq daha da götürdü. Soruşdum. Bəyəm göyərçin insandır ki, toyu da olsun? Quşlar toyu nə başa düşər? Dünya sevgi ilə, məhəbbətlə doludur göyərçin. Muradın səsi tam başqa cür gəldi mənə. Hətta biraz qəriblik, kövrəklik də vardı bu səsdə. O dinmədiyimi görüb
Yoxsa inanmırsan, elə bilirsən zarafat eləyirəm dedi. Yox, nə üçün? Mənə belə gəlir. Doğrusu buna o qədər də inanmıram. Yaxşı diqqət versən görərsən ki, dünyada hər şey qoşa yaranıb göyərçin. Murad əllərini gicgahlarına sarı apardı. Gözlər, qaşlar, qulaqlar. Bəs burun? Burun ki təkdir. Onun da pərdələri qoşadı. Murad söz atda qalmadı. Sonra nə deyim sənə? Günəş, ay, yer, göy, gecə, gündüz, daha nə bilim, nə. Axırda da Leyli və Məcnun. Muradın dedikləri fikrimi aldı. Onun sözlərini başımda vuruşdurdum. Doğrudan da Muradın dediklərində bir həqiqət var. Göyərçinlər lap aşağı, düz başımızın üstündən endilər. Mən yalnız indi diqqət verdim ki, ikisinin qanadlarının altına qırmızı rəng çəkilib. Murad əlini göyə qaldırıb. O qanadları qırmızı rəngə boyanmış göyərçinləri görürsən, dedi. Hə, görürəm. Bax, gəlinlər onlardır. Onların toyudur. Təəccübümü, sevinç və həyəcanımı boğa bilmədim. Doğrudan da əsl gəlinə oxşuyurlar. Sən də belə gəlin olmaq istəyərdinmi, göyərçin? Muraddan belə bir gözlənilməz sual eşidəndə bərk tutuldum. Özüm də bilmədən boyun boğazım, yanaqlarım oda qalandı. Başımı yerə dikib lal dinməz oldum. Niyə sustun, göyərçin? Yoxsa xətrinə dəydi sözüm? Nə üçün? Yox. Asta səslə dinləmdim. Dedim birdən, Murad gözlərini yumub əllərini başının üstündə bir-birinə bənd elədi. Nə bilmək olar? Qızlar biraz dəymə düşər olurlar. Bir də görürsən, adi sözdən inciyirlər. Axı nə vaxt görmüsən dəymə düşərliyimi? Mən onun sözünün qabağına söz atdım. Elə belə, söz gəlişi dedim. Demək bir növ zarafat. Bəlkə də. Bu bəlkə də sanki sükuta körpü oldu. Bu ara nə Murad kəlmə kəsdi, nə mən dinib danışdım. Küsülü kimi oturmuşduq. İkimizin də gözü göydə idi. Göyərçinlər ikimizin də fikrini, xəyalını alıb aparmışdı. Yerin sevincini qanadlarında göylərə daşıyan bu gözəl quşların öz tərəkəməsi, yallısı, vağzalısı varmış. Gəl biz də göyərçinlərə qoşulaq. Muradın səsi məni xəyaldan ayırdı. Axı biz necə qoşula bilərik göyərçinlərə? Mən xəfifcə gülümsədim. Göyərçinlər kimi bizim qanadımız yoxdur. Biz necə uça bilərik? Tək ürək uçmaq istəsin. İnsan qanadı neynir? Yaman xəyalpərvər oğlansan Murad. Necə ki? Elə hey fikrin göylərdədir. Nə gizlədim? Göylərin genişliyi, ucalığı, ənginliyini çox xoşlayıram. Elə bu istəkdir məni göyərçinlərə bağlayan. O qəddini acca dikəldərək gülə-gülə davam elədi. Yoxsa nə işin var ki bu göyərçinlərlə? Adımın yanına da bir quşbaş kəlməsini yapışdırıblar. Ha çalışıram, qoparım atım, ancaq bacarmıram. Çox adam elə bilir ki, mən doğrudan da quşbazam. Bu göyərçinlərdən xeyrim bəhərim var. Hələ heç kəs deyə bilməz ki, Murad kiməsə göyərçin satıb. Ancaq hərdən dost tanışa bağışlayıram. Göyərçindir, hər il balalayır, artır. Ferma düzəltməyəcəm ki. Həvəsdir, bəsdir. Bu 10-15 göyərçin mənim xəyalımı lap günəşə də, aya da aparıb çıxarır. Onlara qoşulub uçduqca hey uçuram. Deyirəm, bəlkə elə bir vaxt gələcək, göylər mənim məskənim olacaq. İndi göyərçinlər mənim xəyalımın elçisidir. Buna görə sevirəm göyərçinləri. Başqa mənə nə lazımdır? Heç nə. Muradın sözlərinə ikicə kəlmə ilə cavab verdim. Yəni onun fikrinə şərik olduğumu bildirdim. O yavaşca, biraz da tərəddüdlə əlimdən tutdu. Göyərçin, qalx dedi. Göyərçinlər bizi gözləyir. Getməsək, inciyərlər. Heç nə demədən ayağa durdum. Bir də gözümü açanda özümü göyərçinlərin arasında gördüm. Biz uçurduq. Göyərçinlər sevinclə bizi dövrəyə almışdılar. Birdən Murad əlini mənim əlimdən üzdü. O göyərçinlərin dəstəsindən ayrılıb, üzü günəşə sarı qalxdıqca qalxır, bizdən uzaqlaşırdı. Dəhşətli bir qorxu içində kipriklərimi bir-birinə qısdım. Mənə elə gəlirdi ki, gözlərimi açsam, bir də Muradı görməyəcəm. Beləcə gözü yumulu halda göylərə səs saldım. Murad, Murad, qayıt geri, qayıt. Kipriklərimdən sanki qurğuşun asılmışdı. Nə illah eləyirdim, gözümü aça bilmirdim. Kimsə ara vermədən böyrümü dümsükləyirdi. Ay qız, qalx, səninləyəm, göyərçin oyan. Bir təhər özümdə hey tapa bildim. Handan-hana kipriklərimin tikişi söküldü.
Ancaq hələ də başım dumanlı idi. Heç nə anlayıb ayırd eləyə bilmirdim. Ay qız, niyə gözünü döyürsən? Dur, dərsə gecikirsən. Yalnız indi başa düşdüm ki, bu sözləri deyən anamdır. Otağın alatoranlığında onun sifətini güclə seçdim. Deməli, nə mən göydə idim, nə də göyərçinlərin toyu idi. Tələsik paltarımı əlimə alıb, üzümə bir kovuz su səpdim. Heç özüm də bilmədim ki, qapıdan nə vaxt çıxdım.